olmasa bəsdir qağaş. Bibicəm, nə olar, xahiş edirəm. Bizi köpəklə buradan çıxar. Bibicəm, sən bizi buradan çıxartsana. Bax, sənə söz verirəm, sənin toyunda ayaq yalın oynayacam bibicəm. Bax, sənə söz verirəm. Bibinin nəsib yazıları var qağaş, hə, çıxartacaq. Nə danışırsan sən valla? Onda deməli bizim toyumuzdan söhbət gedir, sən orada oynayacaqsan. Ya bu sırtda kafe pişikləri ki, mən çəkim. Ala qoy bir çıxaq da, bir çıxaq qağaş. Ola bir yan təpin də burada, yan təpin də la burada. Yaxşı da, yaxşı. Asiman, Səbala, mənim pişiyimlə işiniz olmasın. Yaxşı da, deyə, Asiman, bir gəl bura görüm. Danışın görüm, siz neynədiniz? Nətər oldu məsələ? Necə oldu Pərvini vurdunuz? Bunlar Pərvinlə qabaq-qabağa oturmuşdular, üzbəüz də. Elə bildim ki, bu bunları döyəcək. Pişiyinə götürdü, mantirovkanı vurdu təpəsinə. Buna danışır, ala. Yox, belə danışdın, sonra getdi sroka, belə alınmır. Bir dəqiqə yanında, sən bir dəqiqə dayan da ya. Sən günlər yazanları. Deməli, şəlalə bibin. Deməli, söhbət. Bir dəqiqə deyən. Deyəsən, bacı deməkdən yoruldun, Asiman. Bacım da la. Görsən ki, qaqaş, işimiz zülümdədir. Qaqaş, dinləndə nə olar? Xanım, lap əladır, şəlalə xanım. Asiman, şəlalə bacı. Bacı. Dinən də, ala. Bacı. Nə olacaq? Qarışıq zad yoxdur, niyə qaşıma tutdular? Ala bir dəqiqə deyəndə qaqaş da. Ala görmüsən bizim vəziyyətimizi qaqaş, gəlib bizi qurtarmağa da. Ala nə olar ki, bir də bacı düzdür. Sərin tükürəcək qaqaş, bacı dinləndə nə olar? Ala, danışa bilməm, danışa bilməm. Özün danış, deyə bilməm.